Deməli, burada soruşur, salih əməllər günahlara kəffarə ola bilir. Bu sual biz keçən dəfə səhv eləmirəmsə canlı yayım açanda bu suala cavab verdik. Ya buna oxşar sual idi. Biz dedik ki, ümumiyyətlə dində salih əməllər, düzdür, insanın günahlarına kəffarə ola bilir, şək yoxdur. İnsanın günahına kəffarə ola bilir. Kəffarə yəni silə bilir, səbəbdir. Günahların silinməsinə səbəblərdən biri salih əməllərdir. İnnəl həsənəti yuzhibnə seyyiət. Allah deyir Quranda. Həsənətlər seyyiətləri aparır, silib aparır. Yəni kəffarə ola bilir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm səhabəyə deyir ki, harda olursan ol, Allahdan qorx. Və ətbi'i seyyiətəl həsənətə təmhuhə. Günah etdikdən sonra yaxşılıq, yəni həsənət, salih əməl et ki, qoy onu silib aparsın. Və bu hədis də dəlalət edir ki, salih əməllər günahlara kəffarə ola bilir. Şək yoxdur. Və ən böyük salih əməl, ən böyüyü şək yoxdur ki, təvhiddir. Allahın təvhidi. Təvhid günahlara kəffarə olur. Necə qüdsi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbindən rəvayət edərək deyir ki, Allah belə dedi, Yebnə Ədəm, ey Adəm övladı, ləv əteytəni bi qurabil ardi xataya, thumma la tuşriku bi şeyə, lə əteytukə bi qurabihə məğfirə. Əgər yer dolusu qədər mənim qarşıma günahla gələrsənsə, mənə heç bir şey şərik qoşmasan, yəni təvhidlə gələrsənsə, mən yer dolusu qədər məğfirətlə gələrəm. Deməli, təvhid günahlara kəffarədir. Ən böyük əməl, həsənət, ən böyük həsənət Allahın təvhididir. Həmçinin əməllərin içərisində ən böyüyü namazdır. Namaz qılmaq günahlara kəffarədir, şək yoxdur. Namaz qılmaq günahlara kəffarədir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə xəbər verib, sizdən birinizin qapısında, məşhur hədisdir, çay axsa və sizdən biriniz orada gün ərzində 5 dəfə yuyunsa, onda çirk qalarmı? Deyirlər, yox ya Rasulallah. Deyir ki, namaz da insanın günahlarına kəffarədir. Yəni, insanın günahlarını silib aparır. Nəinki namaz, dəstəmazdır, zikirlərdir, namazla bağlı olan şeylər. Bunlar hamısı günahlara kəffarədir. İndi burada qalır nə məsələ? Hansı günahlara kəffarədir? Bu artıq alimlər arasında bir növ ixtilaflı olan məsələdir. Salih əməllər hansı günahlara kəffarə ola bilir və böyük günahlara kəffarə ola bilirmi? Gücü çatırmı? Böyük günahları da silsin. Cümhur alimlər, əksəriyyət alimlər deyiblər ki, salih əməllər kiçik günahlara kəffarədir. Salih əməllər kiçik günahlara kəffarədir. Bəzi alimlər deyiblər ki, salih əməllər böyük günahlara kəffarə ola bilir. Bir neçə salih əməl deyiblər. Məsələn, İmam Əhməddən varid olub ki, birrul valideyn, valideynə yaxşılıq etmək salih əməllərə böyük günahlara kəffarə ola bilir. Bu İmam Əhməddən rivayət edilib. Bir neçə imamlardan rivayət edilib belə salih əməllər. Məsələn, həmlül cənazə deyiblər. Cənazəni daşımaq deyiblər ki, böyük günahlara kəffarə ola bilir, amma Allah daha doğrusunu bilir. Əsl budur ki, kəffarə ola bilmir böyük günahlara, kiçik günahlara kəffarədir. Lakin səhih olan budur ki, salih əməllər böyük günahlara kəffarə ola bilir. Əgər müəyyən şərtlər, müəyyən şeylər var. Əgər o olarsa, bir neçə şərt deyiblər, 2 yaxud 3. Onda böyük günahlara kəffarə ola bilər. Allah daha doğrusunu bilir.